Deməli, bizim hər zamanki kimi çəkilişlərimiz maarifləndirici xarakter daşıyır. Bu xəstəmiz də onların bariz bir nümunəsidir. Yəni, biz hər zaman deyirik ki, əgər yara varsa, mütləq həkimə müraciət etmək lazımdır. Uzun müddət ayaqda olan yara gec-tez hansısa bir fəsad verəcək və nəticədə qanqrena ilə qarşılaşacağıq. Bu xəstədə də gördüyümüz kimi ayağın altında bir yara olub. Uzun müddətdir ki, aylardır bu yara xroniki bir halda, yəni sağalmadan ayağın üzərinə basaraq gəzmiş və nəticədə burada deməli 3-cü, 4-cü barmaqların daraq sümüklərinin arasında belə bir flegmona, infeksiyanın keçməsi nəticəsində flegmona yaranıb və ayağın üstünə artıq qızartı yayılaraq burada bir irinlilik yaradıb və xəstədə yüksək hərarət, ürək bulanma, deməli qaytarma və bir neçə simptomlar yaranıb. Hal-hazırda biz müayinəmizi davam edirik və xəstəni stasionar müalicəyə yatızdırıb, deyək ki, burada flegmonanın açılması, çirkin açılıb təmizləmə əməliyyatı icra olunacaq.